Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib. Ağdaş rayon mərkəzi xəstəxanasının 1960-cı il təvəllüdlü şüa diaqnostikası üzrə həkimi və terapevt həkimə İnayət Məcəlləsinin 314.1-ci səhlənkarlıq maddəsi ilə iş açılıb. Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı Samir Behbudovun öd kisəsinin polipozu diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. Samir Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb. Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada bir aya yaxın müalicə olunub. Bu ilin yanvarında isə 19 yaşlı gənc öd kisəsinin polipozu, beta heterozigot talassemiya, zəif qidalanma diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə silahlı qüvvələrin sıralarından tərxis olunub. Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ağdaş rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2000 manat cərimə cəzasına məhkum edilib. Yeni klinikada doğuş zamanı ana ölümü qeydə alınıb. Milli Azın məlumatına görə paytaxt sakini Nərmin Əliyeva doğuş zamanı vəfat edib, körpə isə sağ qalıb. Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir. Məlumata görə bu, Nərmin Əliyevanın ikinci hamiləliyi olub. Onun 5 yaşında bir övladı var və doğuşdan öncə səhhəti ilə bağlı heç bir şikayəti olmayıb. Faktla bağlı araşdırma aparılır.